Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 19-cu sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Bizə belə bir Python aid sual nümunəsi verilib. Deməli, burada while-a aiddir. Deməli, ön şərtli dövr operatoruna. Yəni, burada məsələ nədir? Biz while şərtinə, while dövrünə nə vaxt yox desək, o zaman while-la eyni cərgədə dayanan if şərtini yoxlayacaq. Yox, əgər burada proqram bu formada olsaydı, yəni bu if dövrün daxilində, baxın, burada olsaydı, bu zaman isə while-a hə dedikcə gəlib həm if-i yoxlayacaqdıq, daha sonra qayıdıb təzədən while-a baxacaqdıq. Amma bizə verilən bu sualda gördüyünüz kimi if while-a eyni cərgədədir. Haçan while-a yox desək, o zaman gəlib if şərtini yoxlayacaq. Gəlin indi sualımıza baxaq. A üçün 45, B üçün 60 ədədi mənimsədilib. Burada deməli şərti yoxlayaq. Deyir ki, 45 kiçikdir mi 60-dan? Deyirik, hə. Hə deyiriksə, A bərabər A plus 5. Yəni, 45 plus 5 eləyəcək 50. B də bərabər B minus 1. 60 minus 1 eləyəcək 59. İndi keçirəm növbət dövrə. Deyirəm, 50 kiçikdir mi 59-dan? Yəni, A kiçikdir mi B-dən? Deyirik, hə. O zaman A bərabər A plus B, yəni 50 plus 5 eləyəcək 55. B də bərabər B minus 1, yəni 59 minus 1 eləyəcək 58. Gəlirəm, 55 kiçikdir mi 58-dən? Deyirik, hə. O zaman A eləyəcək A plus 5, yəni 55 plus 5, 60. B eləyəcək 58 minus 1, 57. 60 kiçikdirmi 57-dən? Buna deyirik, yox. Aha, while şərtində yox dedik. İndi düşürük if-i yoxlamağa. Gəlin yazaq. İndi isə A üçün və B üçün aldığımız son qiymətlərlə, yəni bu iki qiymət ilə gəlib if şərtini yoxlayacaq. A, yəni 60 böyüdümü 57-dən, yəni B-dən? Deyirik ki, hə. O zaman if-in daxilindəki bu əməliyyatı yerinə yetirəcək. Yazılıb C bərabər A plus B. Yəni 60 plus 57 cavab eləyəcək 117. Əgər if şərtində yox desəydik, o zaman else qolunu yoxlayacaqdıq. Bu halda else artıq qüvvədən düşmüş olur. Cavab olacaq 117, yəni C variantı. Gəlin Pythonda da yoxlayaq. Baxın, burada da gördüyümüz kimi proqramı yığmışam. Cavabımız olacaq, bir dəqiqə, cavabımız olacaq 117. Ümid edirəm, fikrim aydındır, bu qədər. Sağ olun, Allah amanında.